müasir dünyanın elitası qədim o kannibalistik ayinləri o eləyir. Ancaq modernləşdirilmiş şəkildə. Bunlar heç modernləşdirməyiblər də axı. Necə var? Necə var elə o cür davam Məncə edir. ən dəhşətlisi o klassik formaları bəli. Bu yaxınlarda bir film çəkilmişdi Rusiyada, göstərilirdi ki, bax bu kök hüceyrələrlə, abortiv materiallarla məşğul olan klinikalarda söndürmə ayinlər də keçirilir. Elə məcazi mənada ki, bir uşağı da belə tuturlar əllərində, məcazi mənada geyinirlər nəysə o qədim kinolarda olduğu kimi uzun ağ xələtləri. Film var idi və çox da inandırıcı idi. Yenə də deyirəm ki, müasir dünyada bax bu söz-söhbətlər çox müasirləşdirilib, müəyyən qədər demokratikləşdirilib, legallaşdırılıb. Yəni ki, operativ materialı vururlar insanların bəli damarlarına da. Yəni ki, artıq onlar belə yemirlər. Yəni ən qədim o siz dediyiniz ki, kannibalistik ayinlər indi başqa bir şəkildə dünyada icra edilməkdədir. Eyni halda deyirəm ki, niyə görə bax bu hadisə indi birdən-birə çıxdı, sıçradı, bu sıçramalı idi. Pandora qutusu nə üçün açıldı? Çünki dünyada doğrudan da çox ciddi redaktələr gözlənilir. Elitanın redaktası, dünya elitası doğrudan sıradan ənənəvi elita. Kral ailələri, biz gördük Norveç ailəsi, biz gördük Britaniya şahzadəsi Andrew hansı vəziyyətə qalıb. İndi onu mən eşitdiyimə görə hətta nökərləri belə onunla işləmək istəmirlər. Qorxurlar ki, birdən yeyər.